Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan icması tərəfindən mədəni irs və qayıdış hüququ, Ermənistandan didərgin salınmış Azərbaycanlıların mədəni irsinin bərpası, ədalətə, barışığa və sülhə aparan yol kimi mövzusunda 3-cü beynəlxalq konfrans keçirilir. Konfransda dünyanın 60-dan çox ölkəsini təmsil edən 100-ə yaxın qonaq, Azərbaycandan 100-dən çox ekspert, alim, ictimai xadim və dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər. Konfransın açılışında Qərbi Azərbaycan icmasının ölkə daxili və beynəlxalq fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə həssas münasibətindən bəhs edən film nümayiş etdirilib. Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı və Qayıdış üzrə təşəbbüs qrupunun sədri Əziz Ələkbərli salamlama nitqi ilə çıxış edərək icmanın əsas missiyasının 200 ildən artıq müddətdə mərhələ-mərhələ Ermənistandan qovulmuş Azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdış hüququnu təmin etmək olduğunu, Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyalarının əsrlər boyu formalaşmış maddi və qeyri-maddi mədəni irsi sistemli şəkildə dağıtdığını bildirmiş və Ermənistanla sülh prosesinin irəliləməsi fonunda erməni və Azərbaycanlıların birgə yaşayışının yeganə yolunun qayıdış hüququnun tanınması olduğunu vurğulamış, beynəlxalq ictimaiyyəti bu ədalətli prosesə dəstək verməyə çağırmışdır. Xarici qonaqlar adından Türkiyə Böyük Millət Məclisinin üzvü, Qərbi Azərbaycan icmasının fəxri üzvü Şamil Ayrım çıxış edərək qardaşlıq mesajını çatdırmış və Qərbi Azərbaycanlıların yaşadığı deportasiyaların insanlığa qarşı törədilmiş ağır cinayət, regionda balansı pozmuş tarixi ədalətsizlik olduğunu bildirmişdir. Türkiyənin həmişə Azərbaycan xalqının yanında olduğunu vurğulayan Natiq, Ermənistanın monoetnik dövlətə çevrilməsinin nəticələrinin regionda yaratdığı təhlükələri diqqətə çatdırmış və qayıdışın ədalət və sülh üçün vacib olduğunu bildirmişdir. Açılış sessiyasından sonra Türkiyə, ABŞ, Cənubi Afrika Respublikası, İtaliya, Litva və Misiri təmsil edən Qərbi Azərbaycan məsələsinə böyük dəstəyini göstərən 7 şəxsə Qərbi Azərbaycan icmasının fəxri üzvlük sertifikatları təqdim olunub. Ermənistanla Azərbaycan arasında yaranacaq sülhə ilk addım olaraq Qərbi Azərbaycandakı mədəni irsimizin bərpası məsələsinin gündəmə gətirilməsini vacib bilirik və bugünkü konfransın da mövzusu ilk növbədə bundan ibarətdir. Heç şübhəsiz bu konfransların, bu tədbirlərin, xüsusilə beynəlxalq ekspertlərin iştirak elədiyi bu tədbirlərin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, region həqiqətləri ilə bağlı, Qərbi Azərbaycandakı gedən proseslərlə bağlı, Qərbi Azərbaycandakı Azərbaycan mədəni irsinin vəziyyəti ilə bağlı dünya ictimaiyyəti lazımi məlumat alsın. Bu konfrans beynəlxalq hüquqa söykənən bir konfransdır. Burada sadəcə insan haqları deyil, orada bir millətin tarixi irsinin taleyi də bugün mütəxəssislər səviyyəsində onların dilindən, özəlliklə dünyanın bir çox ölkəsindən gəlmiş professorların dilindən eşitmək əlbəttə çox önemlidir. Burada önemli olan şu, ben konuşmamda da ifade ettim. Bizim kültürel mirasımız, Batı Azerbaycanlıların doğdukları, yaşadıkları yerlerden kovulma hadisesi var. 88 senesinde 300 binden fazla Batı Azerbaycanlı Ermenistan'dan kovuldu. Resmen kovuldu. Bir sürü acılar çektiler, ölenler var, sıkıntılar içinde yaşayanlar var. Biz bu kovulan insanların onurlu bir şekilde geriye dönmesini istiyoruz. Bu da bizim hakkımız diyebilmek için bu toplantıları yapıyoruz. Daha sonra qayıdış hüququ və mədəni irs, hüquqi və mənəvi əsaslar, maddi irs, qayıdışın fiziki təməllərinin qorunması, qeyri-maddi irs, qayıdışın canlı əsaslarının dirçəldilməsi, beynəlxalq əməkdaşlıq, qlobal dəstəyin səfərbər olması mövzularında panel sessiyaları keçirilib.